İstəyirəm binalarda, fərdi evlərdə indi mansard mərtəbələr də istifadə olunur da. Burada bir neçə izolyasiya sistemi istifadə olunmalıdır ki, sakin üçün yəni rahat şərait olsun. Nə deyə bilərsiniz bu barədə? Yəni mansard mərtəbələrdə hansı izolyasiya? Mansard mərtəbələri bayaq dediyim plastik məhsullardan hazırlanan izolyasiya məhsullarından hidroizolyasiyası olunmalıdır mütləq. Onların içində ən münasib olanı PVC membrandır. Biz 20 ildir bu işi görürük. Yəni onun keyfiyyətinə də bələdik, onun qarantiyasını da veririk. Yəni bir məhsula 10 il, 20 il qarantiya vermək asan məsələ deyil. Zəmanət vermək asan məsələ deyil. Ondan əvvəl istidən soyuqdan izolyasiya olmalıdır. Çünki çöldəki olan havanın təsiri evin içinə təsir eləməməlidir. Soyuq, istidən yer söhbət. Eyni şəkildə evin daxilindəki olan isti soyuq çölə çıxmamalıdır. Yəni ümumiyyətlə bir binanı çöldən qorulsanız, həm hidro, həm isti soyuq izolyasiyası. Çöldən izolyasiya olunması daha yaxşıdır. Nəinki içəridən. Yəni ola bilər ki, bina hazırdır, qutarıbdır, fasadına deyirlər ki, divardan nəm verir, amma fasadın rənginə görə əl vurmaq olmaz, çölə əl vurmaq olmaz. Yəni bir var heç daxil olmur o nəm, binaya dəymir. Bir də var dəyib gəlib sənə çatanda dayanır. Eynən, yəni içəridə izolyasiya olunanda gəlib sənə çatanda dayanır, bəli, elədir. Mən